Maraqlı oyun oldu. Hər iki komanda qalib gəlmək istəyirdi. Ümumən turnir cədvəli də elə idi ki, Sumqayıt öz yerini qoruyub yuxarı pillələrə getmək istəyir. Biz də yuxarıdakı komandalara çatmaq istəyirik. Ona görə sərt və mübarizəli oyun getdi. Bunu bilirdik. Azarkeşlərə təşəkkür eləmək istəyirəm. Əlbəttə Şamaxıdan bizi tək qoymamışdılar. Ümumən atmosfer yaxşı idi. Bu gün rəqib azarkeşləri də dəstəkləyirlər. Futbol havası var idi. Belə meydançalarda bu atmosferdə oynamaq həqiqətən çempionatımıza rəng qatır. Önəmli qələbə idi. Məncə futbolçularım tək bu yox, bu il onlardan razıyam. Həqiqətən çox yaxşı mübarizə apardılar, düzdür. Acı məğlubiyyətlərimiz də oldu, amma buna baxmayaraq, bu məğlubiyyətlərə baxmayaraq bu il çempionatda möhkəm bir komanda olmağı bacardıq. Futbolçular göz önündədir. Əlbəttə bugün həm gənc futbolçularımızın, həm legionerlərimizin komandaya belə xeyir verməkləri sevindirir məni. Əlbəttə bundan artığını da eləmək olar. Bunun üçün təəssüf ki, biraz büdcə bizə imkan vermədi. Bəlkə də geniş heyət, bir çox şərtlər olsaydı bəlkə də yuxarı pillələrdə də oynamaq olardı. Amma yenə də deyirəm, Şamaxıda olduğum müddətdə həqiqətən bu futbolçularla çalışmaq, bunlarla belə istəkli olmaqları mənə sevindirdi. Onlara təşəkkür eləmək istəyirəm. Bir oyun qaldı fasiləyə qədər. Ondan sonra milli komandanın fasiləsi olacaq. Həqiqətən yorulmuşuq. Amma istəməzdim bəlkə də fasilə olsun. Çünki futbolçular bu tonusda çox yaxşı çıxış eləyirlər və son oyunları götürsək biz bir Qarabağa məğlub olmuşuq. Digər oyunlar futbolçular həqiqətən yaxşı mübarizə aparıblar. Ona görə son oyun Araz oyununa hazırlaşacağıq. Sağ olun. Mövsümün sonunda gələcəyi film olaraq qalmaq üçün yeganə yolun can atılması olduğunu bir yolda biləklərkən Yox, əlbəttə istəyərdik. Ümumən bir klubun inkişafı, yəni pillə-pillə artmalıdır. Yəni hər bir şeydə fərq olmalıdır. Bilirsiniz, həqiqətən çətindir ki, hər il oyunçu dəyişək. Yəni bilirsiniz, keçən mövsüm ən aparıcı oyunçularımız getdi. Və təzədən seleksiya elədik və bu ildə gələn futbolçular çox yaxşı performans göstərirlər və bilirik ki, bunları saxlamaq çətin olacaq. Əlbəttə, nə isə istəyirsənsə qazanmaq mütləq şəkildədir. Heyəti qorumalısan, heyət artmalıdır. Bunların hamısı büdcə baxımındandır. Klub olaraq da inkişaf eləməliyik. Yəni bəzi belə deyək, detallar var ki, onlar vacibdir. Bunlar olmayanda çətin olur. Ona görə yayda qismət inşallah. Daha maraqlı ki, bu səviyyədə nəticə qazansın, yenə də kasıb komandalar lazımdır. Yeni sponsor tapanlar qapını göstərir. Nə baş verir? Yəni bu sualın cavabını özünüzə var mı? Valla məncə bu sualın problemi özümüzdədir. Biz nə vaxta kimi özümüzə dəstək verməyəcəyik, qiymət verməyəcəyik. Bugün bir çox baxıram da adlı sanlı futbol adamları ancaq yerli məşqçiləri qınayırlar, yerli məşqçilərin yerinə göz tikirlər. Amma deyən yoxdur, bu qədər əcnəbi gəlir, faydasız olur, niyə gəlir? Nə vaxt ki özümüzə qiymət verəcəyik, nə vaxt ki klub rəhbərləri yerli məşqçilərin arxasında duracaq, onda da işləmək olar. Amma təəssüf ki, bugün klub rəhbərlərinin 90% yerli məşqçinin arxasında durmur. Yəni bəlkə də fikirləşirlər ki, yerli məşqçi ilə tez nəticə, xarici məşqçi ilə tez nəticə qazana bilərlər. Bu uzun söhbətdir. Yəni xarici məşqçi də lazımdır. Yəni o demək deyil ki, bizdə legioner işləməməlidir. Bugün çempionatımız keçən ilə baxanda legioner məşqçilərin sayı artdı. Və mən bu gedişlə yəqin ki, gələn mövsümdə daha az olacaq. Bəlkə bizim məşqçilər futbolçular Əlbəttə klub rəhbərlərinin də bir çoxu da
ümumən bir çox klub rəhbərləri uje futboldan getməlidir. Çünki nəticə qazana bilmirlər. 10 məşqçi dəyişiblər. Yəni bunları da bir sorğu-sual eləmək lazımdır ki, yəni nə qədər sən məşqçi dəyişəcəksən? 100%. Yəni səhv tək məşqçilərdə deyil. Bu gün bir çox məşqçilər var ki, sıfırdan gəlib komandanı saxlayırlar. Rəhbərliyin etdiyi transferlər, səhv transferləri məşqçilər gəlir sığortalayır. Yəni bunu əlbəttə bu futbolumuzun, yəni bunu mən tək məşqçi kimi demirəm. Yəni bir futbolun içində olan adam deyim ki, bizim problemlərimizdən çoxdur. Yəni tək məşqçilər deyil. Bu gün yerli məşqçilər gələk bir-birinə dəstək versin. Yəni bu gün bizim bir çox məşqçilərimiz çıxıb, yəni çox təəssüf ki, bir-birinin arxasıca danışırlar. Amma ümumən problem yerli məşqçilərdə deyil. Yaxşı sponsorun, yaxşı prezidentin gəlməsi və çətin görünür. Maraqlıdır, Etva, Rusiya, Cənubi Rusiya yaxşı dəstəklədir. Yaxşı qiymətlərə satmışsınız futbolçulara. Yəni şükürlər olsun ki, harda çalışmışam, hücumçularım yaxşı çıxıb. Yəni bu Əli Qurbani, Pehman Babayı, Richard Kadzi. Yox, ona görə Kərim Rossi 2 il bundan öncə izlədiyim futbolçu idi. Amma inanın gələnində belə formada deyil. Çox çalışır, çox eləyir və bugün Kərim Rossini əlbəttə Şamaxıda saxlamaq çətin olacaq. Yəni bugün Kərim Rossi 9-cu, 10-cu qolunu vurur. Bugün Azərbaycanda 400-500 min alan futbolçular 2 qol vura bilmirlər. Yəni bu da qazanmalıdır, haqqıdır. Yəni biz Kərim Rossiyə deyə bilmərik. Yəni məncə də Kərim Rossi iddialı komandada oynayamalıdır. Onun müqaviləsi yoxdur. Başqa sual var mı? Şamaxıda o prezident olmuş, ilk sənədə yaşamışdı. Oyuncu barışında ən ki o prezidentlər vardı. O oyundan sonra təbrik edirsiniz. Bəli, yox, o bizim orada da o söhbətdə də, yəni indi o da peşəkardır. Bilirik ki, güclü futbolçu olub. Yəni o bir belə deyək də oyunun stresi idi. Həm onun tərəfindən, mənim tərəfindən. Orada da qalıb oyundan öncə də sağ olsun salamlaşdıq. Oyundan sonra da təbrik elədi. Ümumən mən məşqçilərin oyundan əvvəl, çünki bizdə bir çox məşqçilər var ki, məğlub olanda yaxınlaşmırlar, amma qalib gələndə gəlirlər. Amma İliç sağ olsun bugün öz belə deyək centilmenliyini göstərdi və o yaddan çıxmışdı o. Bir də tarix söhbəti aydın sualına gəlir. Siz yerli məşqçilər birbirinə dəstək olmalı. Amma siz də şəxsən tanıdığınız yerli məşqçilər var ki, bu günləri onlar futbolçuların bir söhbət üçün deyirlər ki, başqa iki yerli işləmələr var. Mən bilirəm, bu da yerli məşqçilər deyirsin. Mən də ona görə deyirəm. Mən də ona görə deyirəm də, yəni narahat olmasınlar da, yəni bilirəm çox ağırdır onlar üçün. Yəni yaydan yəqin ki bir yerdə çalışacaq. Başqa sual var mı? Biraz da çalışmıyorsunuz. Biraz da getsə təbii. Çox sağ olun.